Suraxanıda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv araşdırılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Suraxanı rayonunda rayon icra hakimiyyəti başçısının səyyar görüşləri davam etdirilir. Martın 18-də rayon icra hakimiyyəti başçısı Adil Əliyev 101 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Sakinləri dinləyən rayon icra hakimiyyəti başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanuna müvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb. Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident Cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.